Mən pulumu hara getdiyini bilmirdim. İndi isə hər manatımı izləyirəm. Necə? Gəlin izah edeyim. Əvvəllər mənzərə belə idi. Maaş köçürdü karta. Ayın sonu gələndə isə əlimdə heç bir şey qalmırdı. Amma niyə bilmirdim? Dekabr ayından Excel tutmuşdum. Onun içində hər kateqoriyalar üzrə xərclərimi yazırdım. Ev kirəsi, yemək, əyləncə, restoran. Növbəti etaplarda isə gördüm ki, mənə qrafik lazımdır. Mənim iş yoldaşlarım tövsiyə elədi. Bir tətbiq yüklüyüm. Zenmoney adı var onun. Orada demək olar ki, analitika aparır və sənin üçün barçatlar, qraflar qurur, göstərir ki, sən hansı kateqoriyaları nə xərcləmisən, nələri kəsə bilərsən o xərclərdən. Aylıq büdcəvi planlayasan ki, hər kateqoriyalar üzrə nə qədər xərcləyəcəksən və xərclədiyin limiti keçəndə sənə o qırmızı ilə göstərir ki, sən bunu keçmisən. Aylarda başa düşdüm ki, həqiqətən də mənim adətən emosional xərclərim olurdu. Yəni nəyisə çox endirimdə görürdüm, amma həqiqətən lazımsız bir şeydi. Görürdüm ki, yox endirimdədir, mən almalıyam. Bu dəqiqə bir də nə vaxt o endirim olacaq? Onu gedirdim, alırdım, amma sonra da heç işlətmirdim, ya xarab olurdu, ya heç geyinmirdim o paltarı, ya da ki yedim, məsələn, nastroyeniyam yaxşı deyildi, stresi özümü atlata bilmirdim. Emosional qərar alıb, məsələn, şirin bir şey ala bilərdim. Marojna, nə bilim, desert falan, həm kökəlirəm, həm sağlamlığıma yaxşı deyil və bu düşündüm ki, lazım deyil. Maliyyə savadlılığı böyük addımlarla deyil, izləməkdən başlayır. Bəs siz xərclərini izləyirsiniz? Şərhlərdə yazın.